generalımız bu öz sözlerini düşünmüş. Buyurun. Hörmətli şəhid ailələri, hörmətli tədbir iştirakçıları, hörmətli qədimlər, Allah qanı qəbul etsin. Əbil balamızla belə bir deyim var Azərbaycanda, şəhidlər ölməz, vətən bölünməz. Sözün əsl mənasında bizim şəhidlərimiz torpaq üstündə elə bir iş gördülər ki, elə bir addım attılar ki, o addım bütün dünyaya səs saldı, bütün dünyaya. Allah bizim şəhidlərimizi həmişə uca eləsin. Hamı bilir ki, bu torpaqları almaq qeyri-mümkündür. Əgər belə deyək ki, bəlli bir yaşlı nəsil bilir ki, əvvəllər 90-cı illərdə hansı hərc-mərciliklər baş verirdi. Vəzifə uğrunda, kürsü uğrunda çoxlu hərc-mərciliklər idi və gətirib vətəndaş qırğınına çıxardırdılar. Allah qəni-qəni rəhmət eləsin. Bu öndərimizə məhz onun sayəsində ateşkəs elan olunduqdan sonra ordumuz güclənməyə başladı. Ordumuzda belə deyək ki, təhsilli ordu, savadlı ordu və güclü silahlanmış ordu yarandı. Və Cənab Ali Başkomandanın qətiyyəti və bizim bugünkü gündə ordumuzun mərdliyi, şəhidlərimizin canı qanı bahasına biz o torpaqlarımızı, bayaqları məndən əvvəl deyənlər qeyd elədilər ki, o torpaqları almaq heç biz ağlımıza gəlməzdir ki, gelib adi bir kəndi ala bilək, Xocalını ala bilək, nəinki bütün Azərbaycanı bütövləşdirək. Yəni, bu tarixi bir andır və bu günlərin biz hər birimiz, istər Azərbaycan daxilində olaq, istər Azərbaycanın yurtlarından kənarda olaq, hər birimiz fəxarətlə gəzirik ki, biz torpaqlarımızı yağı düşməndən azad edilmişdir. Mən çox uzağa getmək istəmirəm. Adi bizim Türk qardaşlarımız da deyirdilər ki, siz nətər ola bilər ki, 3 milyonluq ermənini 10 milyonluq Azərbaycan qalib gəlir. Yəni bilirsiniz ki, bizim coğrafi mövqeyimiz elə bir yerdə yerləşirik ki, bizim ətrafımızda düşmən dövlətlər çoxdur. Amma bütün bunlara baxmayaraq bizim həm daxili, həm xarici siyasətimiz, həm bizim oğlanların qəhrəmanlığı, əskərlərimizin cəsarəti ona əsas gətirdi ki, biz o torpaqları azad edelim. Bütöv Azərbaycanı birləşdirək. Allah Əbil balamıza, qardaşımıza qəni-qəni rəhmət eləsin. Allah şəhid ailələrimizə hamısına səbir versin. Siz bizim hamımız başımızın tacısınız. Sizlə bütün Azərbaycan fəxr edir ki, siz belə övladlar yetişdirirsiniz. Əbil də həmən övladlardan biridir. Tərbiyəsi, əxlaqı, hər şeyi yerində olan bir gəncdir. Bu günlərim Qadir müəllim fəxr edə bilər ki, o belə Azərbaycana belə bir övlad bəxş edir və bizim gələcək nəslimizə örnək. Biz Allah rəhmət eləsin, Allah